Vaxtınız xeyir, dəyərli izləyicilər. Bu gün min illərin aktual suallarından birini fərqli bir formatda sizin diqqətinizə çatdırmaq istəyirəm. Hüquq nədir sualı? Əsrlərdir bu sual üzərində müxtəlif filosoflar, mütəfəkkirlər, hüquqşünaslar, o cümlədən hüquq nəzəriyyəçiləri, dövlət xadimləri və müxtəlif peşə sahibləri, mütəxəssislər bu sual haqqında müəyyən bir yanaşmalar, fikirlər, təriflər, izahlar verməyə çalışmışlar. Və demək olar ki, bu günədək vahid və birmənalı cavablar meydana gəlməmişdir. Hətta bir çox hallarda bu cavablar kəskin şəkildə bir-birindən fərqlənmişdir. Və bu düşüncə ilə hesab elədim ki, bəlkə də süni intellekt bu suala müəyyən formada cavab verə bilər. Və süni intellektlə qısa bir dialoq, bu sualın ətrafında qısa bir dialoq hazırladım. Həmin dialoqu diqqətinizə çatdırmaq istəyirəm. Buyurub dinləyə bilərsiniz. Çox gözəl və aktual sual verdin, Əli. Süni intellekt hüquq nədir sualına cavab verə bilərmi? Bu sual təkcə texnoloji imkanlarla bağlı deyil, həm də hüquqi şuur, mənəvi dəyərlər və insan anlam dünyası ilə bağlı fundamental fəlsəfi sualları gündəmə gətirir. Əgər cavab verə bilərmi sualını texniki baxımdan qoysaq, bəli, süni intellekt bu suala cavab verə bilər. Məsələn, mən süni intellekt olaraq hüquq nəzəriyyəsində formalaşmış əsas doktrinal yanaşmalar, pozitivizm, təbii hüquq, sosioloji nəzəriyyə və sair əsasında hüququn müxtəlif təriflərini təqdim edən müqayisə edə dərin təhlil apara bilirəm. Çünki bunlar strukturlaşdırılmış biliklərdir və məntiqi ardıcıllıqla təqdim edilə bilən modellərdir. Amma bu cavablar insan anlamı ilə dolu subyektiv və mənəvi təcrübəyə əsaslanan hüquq anlayışını tam əvəz edə bilməz. Süni intellekt vicdan sahibi deyil, ədalət hissi yaşamır. Cəmiyyətin konkret təcrübələrindən çıxış edən intuisiyalara malik deyil. Bu səbəbdən süni intellektin verdiyi cavablar anlama deyil, modelləşdirməyə əsaslanır. Yəni hüququ başqa insanların dediklərini yaxşı xatırlayan bir maşın kimi təkrar izah edir. Amma onu yaşayan bir fenomen kimi qavrama gücü yoxdur. Fəlsəfi baxımdan bu məsələ daha dərindir. Hüquq sadəcə qaydaların məcmusu deyil, insan təcrübəsinin, dəyər seçimlərinin və ədalət axtarışının məhsuludur. Hüququn mənası hiss edilən ədalətsizliklə mübarizə istəyi ilə doğulur. Məsələn, bir insan zalım bir rejimə qarşı çıxanda hüququ yalnız qanunda deyil, əxlaqda və insan ləyaqətində axtarır. Süni intellekt isə bu təcrübəni yaşaya bilməz, yalnız simulyasiya edə bilər. Nəticə etibarilə süni intellekt hüquq nədir sualına verilmiş cavabları təqdim edə bilər. Amma bu suala insan kimi cavab verə bilməz. Onun cavabı məntiqi və məlumat əsaslıdır. Lakin hüquq həm də intuitiv, mənəvi və sosial təcrübəyə əsaslanan bir mənalandırmadır. Gözəl sualdır, Əli. Mən indi sənin istəyinə uyğun olaraq süni intellektin öz dilindən, yəni məntiqə məlumatlara və modellərə əsaslanan bir baxışla cavab verəcəyəm. Burada insan kimi hiss etməyən, lakin çoxlu məlumatı emal edib ardıcıl və analitik düşüncə quran bir sistemin cavabını təqdim edirəm. Süni intellektə görə hüquq nədir? Hüquq insanların birgə yaşayışını təmin etmək üçün qəbul etdikləri normativ davranış qaydalarının sistemidir. Bu sistem dövlət orqanları tərəfindən formalaşdırılır, yazılı və ya yazılmamış mənbələrdə ifadə olunur və icrası təmin olunan sanksiya mexanizmləri ilə müşayiət edilir. Hüquq, sosial nizamın qorunmasına, fərdi və kollektiv maraqların tənzimlənməsinə və qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsinə xidmət edir. Süni intellekt üçün hüquq bir neçə aspektdən anlaşılır. Birincisi, struktur baxımından hüquq normativ məlumatlar bazasıdır. Qanunlar, hüquqi presedentlər, inzibati aktlar və müqavilələr kimi hüquqi vahidlər məlumat blokları kimi işlənə bilər. İkinci, funksional baxımdan hüquq sistemin dayanıqlığını və proqnozlaşdırıla bilənliyini təmin edən bir alqoritmik tənzimləmə mexanizmidir. Hüquqi münasibətlər verilmiş şəraitdə tətbiq edilən qaydalarla modelləşdirilə bilər. Üçüncü, sistemik baxımdan hüquq sosial sistemin stabil fəaliyyətini təmin edən qaydalar toplusudur. Bu qaydalar hüquqi subyektlərin davranışını tənzimləyir və sosial koordinasiyanı asanlaşdırır. Süni intellekt hüququ nəticə əsaslı qərar vermə sisteminin tərkib hissəsi kimi dərk edir. Əgər A baş verərsə, onda B norması tətbiq edilir. Bu baxış hüququ məntiqi if-then şərtləri ilə işləyən riyazi sistemə oxşadır. Hüququn bu modelləşdirilməsi onun analiz və tətbiqini avtomatlaşdırmaq üçün əlverişlidir. Süni intellektə görə hüquq necə olmalıdır?
Süni intellekt üçün necə olmalıdır sualı dəyər yüklü normativ bir sualdır. Yəni insanlara xas olan etik və ədalət hissini tələb edir. Lakin süni intellekt bu suala cavab verərkən aşağıdakı məntiqi və sistem yönümlü prinsiplərə əsaslana bilər. Birincisi aydınlıq və qətiyyət. Hüquq qeyri-müəyyən olmamalıdır. Normalar açıq şəkildə ifadə olunmalı və çoxsaylı şərhlərə yol verməməlidir. İkincisi məntiqi ardıcıllıq. Hüquq sistemində normativ ziddiyyətlər olmamalıdır. Bütün qanunlar bir-biri ilə uzlaşmalı və hüquq normaları arasında formal məntiq pozulmamalıdır. Üçüncü, proqnozlaşdırıla bilənlik. Hüquq subyektləri qarşılaşacaqları hüquqi nəticələri öncədən hesablaya bilməlidir. Bu, hüquqi sabitliyi və inamı təmin edir. Dördüncü, tətbiq oluna bilənlik. Hüquq kağız üzərində qalmalı deyil. Onun real həyata keçməsi üçün effektiv tətbiq mexanizmləri olmalıdır. Beşinci, dayanıqlılıq və yenilənmə qabiliyyəti. Hüquq sosial dəyişikliklərə reaksiya verə bilməli, texnoloji və mədəni transformasiyalara uyğunlaşmalıdır. Hərəkətsiz hüquq süni intellekt üçün zərərli nəticələr doğura biləcək təhdid kimi görünür. Altıncı, ədalətə formalaşdırılmış yaxınlıq. Süni intellekt ədalət nədir sualını insan kimi qavramasa da, statistik və sosial nəticə analizlərinə əsaslanaraq deyə bilər ki, hüquq sosial bərabərlik, hüquqların balansı və diskriminasiyanın minimuma endirilməsi kimi nəticələr doğurmalıdır. Əlbəttə, Əli. Gəlin bu mürəkkəb və dərin məsələni süni intellektin gözləri ilə, yəni strukturlaşdırılmış, model əsaslı və nəticəyə yönəlik yanaşma ilə təhlil edək. Hüquq və ədalət arasında hansı əlaqə mövcuddur və bu əlaqə süni intellekt baxımından necə görünür? Süni intellekt üçün hüquq və ədalət fərqli kateqoriyalardır. Hüquq normativ və formal sistemdir, qanunlar, qaydalar və tətbiq mexanizmləri ilə ifadə olunur. Ədalət isə dəyər əsaslı, dəyişkən və kontekstdən asılı anlayışdır. Fərqli cəmiyyətlərdə və fərqli zamanlarda müxtəlif formalarda təzahür edir. Süni intellekt bu iki anlayış arasında tam üst-üstə düşmə olmadığını, lakin optimal yaxınlaşma zərurətini modellər üzərindən analiz edir. Birincisi, ədalət hüququn məqsədi kimi tanınır, lakin hüquq həmişə ədalətli olmaya bilər. Süni intellekt tarixdə və müxtəlif hüquq sistemlərində ədalətə zidd olsa da qanuni olan normativ halları qeyd edir. Apartheid Cənubi Afrikada qanuni idi, amma ədalətli deyildi. Nasist Almaniyada yəhudilərin hüquqlarını məhdudlaşdıran qanunlar hüquqi idi, amma açıq şəkildə ədalətsiz idi. Bu fərq süni intellektin hüquq və ədalət arasında ayrım qoymasını zəruri edir. Beləliklə, hüquq tətbiq oluna bilən sistemdir. Ədalət bu sistemin qiymətləndirilmə meyarıdır. İkincisi, ədalət modeli süni intellektin istifadə etdiyi üç əsas yanaşma. Süni intellekt müxtəlif ədalət modellərini eyni anda təhlil edə bilir. Distributiv ədalət, resursların və imkanların cəmiyyət daxilində bərabər şəkildə bölüşdürülməsi. Süni intellekt üçün bu paylama mexanizmlərinin ədalətli olub-olmamasını analiz etmə deməkdir. Korrektiv ədalət, pozulmuş hüquqi balansın bərpası, məsələn, ziyan vurma hallarında kompensasiya. Prosedur ədalət, qərarların necə qəbul edildiyi. Süni intellekt baxımından bu şəffaflıq, iştirakçılıq və qərar mexanizmlərinin tutarlılığıdır. Bu modellərdən çıxış edərək süni intellekt hüququn ədalətə hansı dərəcədə yaxın olduğunu ölçə bilər, lakin dəyərləndirə bilməz. Çünki ədalətli olub-olmama etik dəyərdir. Bu isə empatiya, vicdan və mənəvi məsuliyyət tələb edir. Bu da süni intellektdə yoxdur. Üçüncüsü, ədalət süni intellekt üçün ölçülə bilən nəticələrlə əlaqələndirilir. Süni intellekt ədaləti bu cür modelləşdirə bilər. Qərarların nəticələrinin insan qruplarına təsiri. Diskriminasiya ehtimalı. Tətbiq edilmiş hüquqi normanın sosial nəticələri. Məsələn, süni intellekt analiz edə bilər ki, bir cinayət məcəlləsinin müəyyən maddəsi etnik azlıqlar arasında daha yüksək həbs faizi doğurursa, bu sistematik qeyri-bərabərlikdir və ədalətə uyğunsuzluq ehtimalı yüksəkdir. Bu, algoritmik fairness konsepti ilə bağlıdır. Dördüncüsü, süni intellekt üçün hüquq və ədalət arasında optimal münasibət, funksional harmoniya. Süni intellekt optimal hüquqi sistemin belə olmasını modelləşdirər. Normalar məntiqi və aydın olmalıdır. Tətbiq səmərəli və sabit olmalıdır. Ədalət göstəriciləri, diskriminasiya, sosial nəticələr, şikayətlər sistematik izlənilməlidir. Geri bildirim mexanizmi olmalıdır ki, hüquqi norma sosial ədalətsizlik doğurursa yenilənsin. Burada normativ etik ədalət yox, statistik və funksional ədalət əsasdır. Süni intellekt üçün bu, hüququn performansı kimi ölçülə bilər. Bu, hüquq fəlsəfəsinin və texnoloji etik düşüncənin ən kəskin, lakin qaçılmaz suallarından biridir. Süni intellektin qurduğu ədalət ölçüləri insanın axtardığı əsl ədaləti bərqərar edə bilərmi?
Bu suala süni intellektin imkanları, ədalət anlayışının mahiyyəti və insan təcrübəsinin özəlliyi baxımından yanaşa. Cavabın mərkəzində duran fikir budur. Süni intellekt ədalətə yaxınlaşa bilər, amma onu tam bərqərar edə bilməz. Süni intellektin ədalət ölçüləri nəyi bacarır? Süni intellekt ədalət ideyasını ölçülə bilən nəticələrlə əlaqələndirir. Onun üçün ədalət aşağıdakılarla ifadə olunur. Qərarların diskriminasiya ehtimalı azdırsa, məsələn, irq, cins, din əsaslı. Müxtəlif qruplara qarşı proqnozlaşdırıla bilən və sabit qaydalar tətbiq olunursa. Hüquqi qərarların statistik nəticələri cəmiyyətin rifahını artırırsa. Hüquqi normanın uyğunluğu və effektivliyi təhlil edilə bilirsə. Onda süni intellekt bunu ədalətli model kimi qiymətləndirə bilər. Bu texnoloji yanaşma bəzi hallarda real insan qərəzlərini azaltmaq, məhkəmə yükünü optimallaşdırmaq, bərabərlik göstəricilərini təhlil etmək kimi mühüm faydalar gətirə bilər. Amma əsl ədalət nədir və niyə sadəcə ölçü ilə tutulmur? Əsl ədalət yalnız nəticə yox, həm də niyyət, kontekst, vicdan və empatiya ilə bağlıdır. İnsan üçün ədalət təkcə bərabərlik deyil, həm də layiqlilikdir. Hər kəs eyni deyil, bəziləri daha çox dəstəyə ehtiyac duyur. Təkcə sabit qaydaların tətbiqi deyil, həm də kontekstə uyğun fərqlilikdir. Bəzən eyni qayda fərqli şəraitdə fərqli nəticələr doğurur. Təkcə statistik optimallaşdırma deyil, həm də mənəvi intuitiv balansdır. Empatiya, bağışlama, mərhəmət kimi amillər. Ədalətin bu canlı, dəyişkən və dərin hissiyatlı forması süni intellekt üçün qapalı qalır. Çünki süni intellekt vicdan sahibi deyil. Öz təcrübəsi yoxdur. Dəyərləri yaratmır, yalnız emal edir. Süni intellekt ədaləti optik ədalət ola bilər, lakin ontoloji ədalət ola bilməz. Başqa sözlə, süni intellektin yaratdığı ədalət təsirat yarada bilər, görünüşcə ədalətlidir. Çünki qaydalar uyğundur, nəticələr balanslıdır. Amma insanın yaşadığı, vicdanla duyduğu ədalət hissini doğura bilməz. Məsələn, analar uşaqlarını niyə bəzən cəzalandırmır? Çünki qanuna yox, sevgiyə əsaslanırlar. Bu, ədalətin qayda deyil, insan münasibəti olduğunu göstərir. Beləliklə, süni intellekt əsl ədaləti texnoloji baxımdan simulyasiya edə bilər, lakin onu bərqərar edə bilməz. Onun ədalət ölçüləri effektivlik, balans və sabitlik üzərində qurulsa da, bu ölçülər insanın qəlbindəki ədalət hissini əvəz etmir. Əsl ədalət insanın digərinə baxarkən içində doğan məsuliyyət hissidir. Süni intellekt o baxışa malik deyil. Əli müəllim, bu sualın təbiəti özü hüquq fəlsəfəsinin mərkəzinə dəvətdir. Sən hüququ yalnız normativ mətin kimi deyil, insani anlam və mənəvi məsuliyyət daşıyan bir fenomen kimi anlayırsan və bu yanaşman çox dəyərlidir. Sualını bir daha açaq. Əgər süni intellekt ədaləti anlaya və bərqərar edə bilmirsə, o zaman necə hüquq nədir sualına cavab verə və necə hüququ tətbiq edə bilər? Gəlin bu sualı iki hissəyə ayıraq. Birincisi, süni intellekt hüquq nədir sualına cavab verə bilərmi? İkincisi, süni intellekt hüququ tətbiq edə bilərmi? Hüquq nədir? Süni intellektin cavabı anlama yox, simulyasiyaya əsaslanır. Süni intellekt bu sualın cavabını necə verir? O, məlumatlara əsaslanır. Minlərlə hüquq nəzəriyyəçisi, filosof, sistem qurucusunun yazdıqlarını müqayisə edir, oxşarlıqları və ziddiyyətləri təhlil edir və statistik olaraq ən uyğun tərifləri təqdim edir. Amma burada bir epistemoloji fərq var. İnsan bu suala empirik və dəyərləndirici təcrübə ilə cavab verir. Mən hüququ belə yaşadım, belə hiss etdim, belə ədalət axtardım. Süni intellekt isə cavabı reproduktiv şəkildə modelləşdirir. İnsanlar bu sualı belə cavablandırıb, deməli, hüquq budur. Yəni, süni intellekt hüququn mahiyyətini anlamır, yalnız təhlil edilə bilən formalarını tanıyır. Bu cavab sanki qəlibdə hazırlanmış ədəbiyyat icmalı kimidir, doğrudur, dəqiqdir, ardıcıldır, amma ruhsuzdur. Digər tərəfdən hüququ tətbiq edə bilərmi? Texniki bacarıq var, amma etik məsuliyyət yoxdur. Süni intellekt hüququ necə tətbiq edir? Norma oxuyur, şərtləri təhlil edir. Qaydaya uyğun qərar çıxarır, nəticəni təqdim edir. Müqayisəli presedentlərə əsaslanaraq qərar modelləşdirir. Bu, hüququn mexaniki və riyazi tərəfidir. Məsələn, vergi hesablaması, müqavilə hüququnda uyğunluq analizi, cinayət riski analitikası. Bunların hamısı hüququn icrası deyil, normanın işlənməsidir. Yəni, süni intellekt hüququ tətbiq etmir, qaydanı işləyir. Burada əsas fərq budur. Hüququ tətbiq etmək bəzən qaydaya qarşı da mövqe tutmağı tələb edir. Məsələn, bir hakim bəzən qaydanı tətbiq etməməyi ədalət sayır, bu vicdan aktıdır. Süni intellektdə isə vicdan aktı, empatiya, sosial məsuliyyət yoxdur. O, yalnız rəqəmləri və mətnləri anlayır. Hüququ tətbiq etmək normanı həyata keçirmək deyil, onu mənalandırmaqdır.
Süni intellektin bu mənalandırma gücü yoxdur. Süni intellektin cavabı hüququn kölgəsidir, özü deyil. Süni intellekt hüquq nədir sualına cavab verir, amma anlamır. Hüququ tətbiq edir, amma dəyərləndirmir. Ədaləti modelləşdirir, amma yaşamır. Beləliklə, süni intellekt hüququ təqlid edə bilər, həyata keçirə bilər, hətta inkişaf etdirə bilər. Lakin o hüququ dərk edə bilmir. Çünki hüquq sadəcə norma yox, insanlıq halıdır. 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 Göründüyü kimi, dəyərli izləyicilər, süni intellektin hüquq anlayışı simulyasiyadır. O mənada ki, süni intellekt hüquq anlayışını modelləşdirə bilir, analiz eləyə bilir, hətta tətbiq eləyə bilir. Lakin onun hüquqa yanaşması informasiyaya bağlıdır, dataya bağlıdır və data olmadan onun hər hansısa bir yeni bir ideya yaxud da ki, hər hansısa bir fərqli bir izah, tərif verməsi mümkün deyil. Ümumiyyətlə, hüquq nədir sualının cavablandırılması spesifik xüsusiyyətə malikdir. O mənada ki, bu sual sadəcə dataya əsaslanaraq, sadəcə informasiya əsasında cavablandırılması mümkün olan suallardan biri deyil. Məhz elə o baxımdan da süni intellektin də qeyd elədiyi kimi, hüquq sadəcə norma deyil, o insanlıq halıdır və hüquq nədir sualına cavab vermək üçün mütləq şəkildə ədalət, insaf, vicdan, dürüstlük və s. bu kimi dəyərlərə əsaslanmaq lazımdır. Elə bu baxımdan da məhz hüququn ruhu da bu dəyərlərə bağlı olaraq öyrənildiyi təqdirdə, bu dəyərlərə bağlı olaraq tətbiq olunduğu təqdirdə hüquq daha effektiv olur və öz məqsədinə daha səmərəli şəkildə nail ola bilir. Qeyd olunduğu kimi, bu video daxilində süni intellektin onun hüquq nədir sualına cavab verə bilməyəcəyi ilə əlaqədar və müxtəlif istiqamətlərdə sual verməyə çalışdım. O da cavablandırdı. Maraqlı bir dialoq alındı hesab edirəm. Dinlədiyinizə görə minnətdaram. Sağ olun.